Mən də ilk öncə də sizləri salamlayıram. Bizim bu işimizi işıqlandırdığınız üçün media səviyyəsində ümumdünyaya çatdırdığınız üçün öncədən sizə təşəkkür edirəm. Əlbəttə ki, hər bir şəxs kişilik məktəbi olan hərbi senzuradan keçməlidir və mən də fəxr edirəm ki, mən keçmiş hərbçiyəm. Hərbçinin keçmişi olmur. Hərbçi hər zaman hərbçidir. Hal-hazırda təqaüddəyəm və təqaüddə çıxdığım devirdən də Anama agentliyində fəaliyyət göstərirəm. Mən öz hərbi həyatımdan sevə-sevə danışaram sizə. Çünki mən bir fəxr olunası bir həyat yolunu keçmişəm. 1990-cı ildə hərbi xidmətə başlamışam. 98-ci ildə ilkin leytenant rütbəsi almışam. Və zabit rütbəsi aldıqdan sonra müxtəlif hərbi hissələrdə, müxtəlif vəzifələrdə xidmət etmişəm və xüsusi döyüş tapşırıqlarında iştirak etmişəm. Ondan sonra Vətən müharibəsində və Vətən müharibəsindən sonra ordu silahlarından təxris olmuşam. İxtisasla istehkamçıyam. Yəni elə ixtisasım məni bu Anamaya gətirib və öz ixtisasıma uyğun olduğu üçün də sevə-sevə işimi davam etdirirəm. Mən hərbiçi olduğum müddətdə də elə bu torpaqlarda, yəni keçmiş təmas vəziyyətində olan torpaqlarda xidmət eləmişəm. Bir istehkamçı zabiti kimi xidmət eləmişəm. Hər zaman biz öz mövqelərimizdən, düşmən mövqələrinə baxaraq bir duyğulanırdım və fikirləşirdim ki, inşallah ki, əmin idim, özümüzə çox əmin idim ki, inşallah ki, biz bir gün gələcək zəfər qələbəsi salacaq və düşmənin qoyduğu bütün maneələr sistemini, istəyər partlayan, istəyər partlamayan maneələr sistemini ləğv eləyəcək və qaçqın, məcburi köçkün düşmüş soydaşlarımızı, vətəndaşlarımızı, qardaş bacılarımızı öz doğma torpaqlarına qaytaracaq. Və biz buna inanırdıq. Bir zabit olaraq, silahlı qüvvələrin zabiti olaraq mən buna inanırdım. Və Allaha çox şükür olsun ki, bu günlər bizə qismət oldu. Və bu şərəfli işin də aparılması bizə nəsib olub. 12 ilə yaxın, 12 ilə təxminən yaxın olan bir vaxtda mən bilavasitə düşmənlə təmas vəziyyətində xidmət aparmışam. Səngər zabitləriyik biz. Bizim günümüzün ən gözəl vaxtları torpaqlarımızın müdafiəsinə həsr olunub və Səngərdə rütbələri almışıq. Qarabağın ən deyək ki, minalarla çirklənmiş, nəinki minalarla, patlamamış hərbi sursatlarda çirklənmiş ərazisi Ağdamdır. Ağdam ərazisi Azərbaycanın digər regionlara baxanda minaların sayına görə və patlamamış hərbi sursatların sayına görə daha üstünlük təşkil edir. Həmçinin də Ağdam ərazisində olan kəndlərdən Sarzalı kəndidir. Hal-hazırda ki, biz bu kənddə, siz artıq bunu real vəziyyətdə görürsünüz, bütün qüvvələrimizi, səylərimizi cəmləyərək axtarış əməliyyatlarına başlamışıq və nəinki insan faktorları, hətta texnikalarda mina axtaran, zərərsizləşdirən texnikalar və itlər, xüsusi təlim keçmiş itlərin köməyi ilə və əllə həmən ərazilərin eyni zamanda təmizlənməsi fəaliyyətlərinə başlamışıq. Mühəndis zabiti kimi ərazi qiymətləndirməsi zamanı mən bu Ağdam ərazisini gəzdikdə görürəm ki, həqiqətən də düşmən bu ərazilərdə daha çox mühəndis maneələr sistemi tətbiq edib. Ümumiyyətcə, maneələr sistemi iki hissədən ibarətdir. Partlayan və partlamayan. Partlamayan maneələr sisteminə minalar daxildir. Amma partlamayan sahələrə isə bastırılmış xüsusi dirəklər və məftil tel əngəlləri və kəsici spiral əngəlləri və texnikalar üçün hərəkətini məhdudlaşdıran nadolbalar və s. mühəndis sistemi yaratmışdılar. Bu sistemi yaratmaqla əkin sahələrinə çoxlu ziyan vurmuşlar.
infrastrukturu darmadağın etmişdilər Ağdamda. Yollar bərbad vəziyyətdən salınmışdı. Çünki bu yolların da bərbad vəziyyətdən salınması buradan ağır hərbi texnikaların bir istiqamətdən digər istiqamətinə daşınmasını səbəb olaraq göstərə bilərik. Bir sözlə Ağdamı daha güclü bir sistem olaraq tətbiq eləmişdilər. Müəyyən o saxta formulyarların verilməsi və o formulyarlarla ərazinin yoxlanılması zamanı üstə düşmədiyi qeydə alınmışdı. Belə ki, ANAMA-nın özünə məxsus standartları var. O formulyarlar alınan zaman formulyarda koordinatlar göstərilir və o koordinatlar da ərazidə uyğunsuzluqla verilmişdir. Bunun üçün də ANAMA öz standartlarından istifadə edərək texniki tədqiqat qruplarının fəaliyyəti zamanında minaların digər yerlərdən aşkar olunması üzə çıxmışdır. Və texniki tədqiqat qrupundan sonra həmən ərazilərin minalardan təmizləmək üçün dəstələrin fəaliyyəti həmən hissələrdə başlamışdır. Çox şükürlər olsun ki, belə bir ANAMA işçiləri tərəfindən hadisə olmayıb. ANAMA işçiləri xüsusi təlimlər keçmiş, xüsusi kurslar keçmiş yoldaşlardır, əməkdaşlardır. Burada öz işini dəqiq və düzgün yetirdiklərinə görə mina hadisələrinə, ölüm hadisələrinə əsasən də məruz qalan yoldaşlar olmamışdır. Mina hadisələrinin qurbanları olub, o da mülki vətəndaşlar və digər hansı ki xidməti tapşırığını yerinə yetirən, ANAMA işçiləri olmayan, xidməti tapşırıqlarını yerinə yetirən vətəndaşlar olub. Biz statistik olaraq mina hadisələrinə məruz qalmış təxminən mina qurbanları 345 nəfərə yaxın belə bir məlumat bizdə var. Ümumi ANAMA üzrə 345 nəfər, 280 nəfər xəsarət almış və 65 nəfəri həlak olmuşdur. O vətəndaşlardır ki, o vətəndaşlar öz doğma ANAMA vətən müharibəsindən sonra təmizlik işləri apardıqdan sonra öz doğma torpaqlarına qayıtmaq istəyən və ziyarətə gələn və digər şirkət işçiləri ki, hansı ki ərazilərdə ANAMA-nın xəbəri olmadan təmizlənmədiyi ərazilərə daxil olaraq mina qurbanlarına müxtəlif yerlərdə rast gəlmişdir. Bizim də aramızda öz doğma torpaqlarından məcburi köçkün düşmüş yoldaşlar var. Öz doğma kəndinin hətta təmizləyən ANAMA işçilərimiz var, əməkdaşlarımız var, belə deyək. Və kənardan tanıdığımız insanlar gəlir, hansı ki bu rayonda böyüyüb, bu ərazidə böyüyüb, bu doğma torpaqlarda. İnandırım sizi, onlar həmən təmizlənmiş ərazilərə qədəm atanda onların sevinçdən göz yaşlarını görsən, insanın özü də o zaman çox qəhərlənir. Yəni bu faktları mən görmüşəm. Çünki səfər edən qonaqlara ANAMA-nın əməkdaşlarının müşahidəsi altında ərazi təqdim olunur. Və sevinç göz yaşlarını biz onlarda necə deyək, daha çox görürük. Təbii ki, biz o vətəndaşları təmizlənmiş əraziyə qəbul edərkən, onları müşahidə altında hərəkət etdirərkən bir daha məlumatlandırırıq. Çünki bizim qarşımızda olan düşmən çox mənfur bir niyyətdə olub, mənfur addımlar atır. Hər zaman, hər yerdə gələcək mülki vətəndaşlarında təhlükə ilə üz-üzə qoymasını təmin ediblər. Və insanlar doğma evlərinə gələndə orada hər hansı bir əşyanı görür. Deyək ki, qaz sobasının bir qırıq parçalarını, digər hamam aksesuarlarını və ev əşyalarının hansısa bir dağılmış, sökülmüş hissələrini görür. Onu götürüb necə bir göz yaşlarını axıtdığı, sevinç göz yaşlarını onu da görmüşük biz. Gələn qonaqlar və öz yurt yuvasından didərgin düşmüş vətəndaşlarımızı biz həm ANAMA əməkdaşlarının müşahidəsi altında aparırıq. Çünki niyə? Elə yer var ki, təmizlənmir. Biz onlara
informasiya xəbərdarlığı, üzr istəyirəm, informasiya məlumatlandırırıq ki, qardaş, yəni kənar əraziyə çıxmaq olmaz. Bax, sənə göstərilmiş bu ərazidir. Və təbii ki, Anamanın əməkdaşı da mütləq o zaman orada iştirak edir. Mənfur düşmən tək fikirləşməyib ki, dinc əhaliyə mina ilə zərbə vursun, mina partlayışlarından məruz qalsınlar. Hətta müxtəlif ev əşyalarına kimyəvi məhlulları da tökə bilərlər. Hansı ki, o kimyəvi məhlullardır ki, onun üzərindən illərlə də keçsə, yağış suları altında qalsa da kimsə əlini vurar, orada allergik proseslər gedər. Ona görə hər addımda biz o hiləgər düşmənin hilə atmasının düşünürük və gələn vətəndaşlarımızı da xəbərdar edirik. Biz adətən humanitar mina təmizləmə agentliyi olduğu üçün istəyir təzə, istəyir köhnə torpaq altına basırılmış və yaxud da ki düşmənin hər hansı bir fəaliyyət zamanı yadından çıxıb kənarda qalan torpaq altına basılmamış minaları partlatma üsulu ilə həyata keçiririk ki, bu da nə onu öz anbarlarımıza qəbul eləmirik. Çünki biz humanitar mina təmizləməyik. Humanitar mina təmizləmə mina əleyhinə aksiyaları davam etdirməlidir ki, bu mina ölkədə qutarsın və insanlar rahat hərəkət eləsin. Biz briefingimizin önündə də demişdik ki, mina təmizləmə əməliyyatları standartlarına uyğun olaraq əl üsulu ilə, yəni insan faktorları ilə, sonra mexaniki mina təmizləmə vasitələrindən və xüsusi təlim keçmiş maylərin köməyi ilə mina təmizləmə əməliyyatlarını aparırıq. İnsanlar daha güvənli olduğu üçün mexanika da güvənlidir. Biz heç bir şirkətin mexanikasını pisləmərik. Və yaxud da ki, xüsusi təlim keçmiş itlər də daha yaxşıdır, sürətlidir. Hər bir standartın özünə uyğun bir proses gedişatı var. Ona görə də biz mexanikanın standartda da var ki, mexanika təmizləyir, gedir və ona mütləq onun arxasınca insan faktoru hərəkət eləməlidir ki, ola bilər o mexanika təmizlədiyi zaman onun qarşısında zincirlər var. Zincir hər hansı bir binanın kənar hissəsinə toxunaraq kənara tullaya bilər və öz qabağından digər istiqamətini dəyişə bilər. Ona görə də arxasından insan bir daha kontrol yoxlamaları apararaq əraziləri minalardan təmizləyir. Birinci texnika gedir. Texnika torpağı vura-vura, döyə-döyə qarşısında udar girlər var. Udarnik girlər deyirlər. O girlər torpağa bir neçə nöqtəyə, bir saniyədə, bir neçə dəfə zərbə endirə-endirə gedir ki, bu da zərbəsinin zamanı elə olur ki, minanı partlatmır və minanı parçalanmağa hasil eləyir. Parçalanan minanın da gövdə hissələrində partlayıcı maddə olduğu üçün gələcəkdə kimsə o partlayıcı maddə ilə götürməsin və yaxud da götürərsə, hər hansı bir yanğın olan yerə atarsa, orada müxtəlif xoşa gəlməz hadisələr baş verməsin deyən insanlar arxadan bir daha hərəkət edərək tam təmizləmə əməliyyatlarını yerinə yetirir. Bir dənə bu söhbətdən kənar eləyək. Adi hər hansı bir fabrik, zavod və daha texnologiyası inkişaf eləmiş bir sənayedən söhbət eləsək, hər hansı bir robotların arxasında da, onların idarə etməsində də insan faktoru var. İnsan olmadısa, o robotlar, o istəyir maşın düzəlmə sənayesində, digər məmulatlarını hazırlama sənayesində insan faktoru olmasa, onsuz da onları aparaturalar həyata keçirir. Ancaq insan olmasa, nədir, o aparaturalar da öz funksiyasını düzgün yerinə yetirə bilməz. Dronlardan da texniki tədqiqat zamanı, bu ərazinin kəşfi zamanı dronlardan da istifadə olunur. Hal-hazırda bizim dəstəmiz o fəaliyyəti göstərmir. Hər bir dəstənin özünə məxsus fəaliyyəti var. Çox əfsuslar olsun ki, o dronların fəaliyyətini biz sizə göstərə bilməyəcəyik. Amma Anamada var. Dronlar vasitəsilə də ərazi kəşflərinin, ərazidə minaların yerini təyin etmə, belə bir standartlarımız, belə bir qaydalarımız var. Yəni, bura keçmiş təmas vəziyyətidir. Düşmənlə bilavasitə müharibələrin də qızğın yerləri burada aparılıb və ona görə də arxa planında gördüyünüz ərazilər, istər sizin arxanızda olduğu ərazilər,
yan tərəfdə olduğu ərazilərdə dəstələrin var gücü ilə və əlimizdə olan vasitələrlə bu ərazilərin təmizlənməsi aparır. Amma biz konkret belə bir vaxt təyin edə bilmirik ki, bu ərazini hansı vaxtda, nə zaman bitirəcəyik. Çünki mənfur düşmən mina sıxlığını o qədər sıxlaşdırıblar ki, 5-10 santimdən bir piyada əleyhinə minanı aşkar edirik. Onun üçün də hər bir minanın aşkar olunması mina axtaran fəaliyyətini ləngidir. Antiterror əməliyyatları özünüz də bu dönəmi yaşamışıq və şahid olduq. Antiterror əməliyyatları zamanında mən Anamada fəaliyyət göstərirdim və bəli, düşmən geri çəkilmə, yəni bu taktikada da var, hərb taktikasında geri çəkilmə zamanı qarşısına maneə düzərək hücum edən qüvvələrin vaxtını almaq və onları manevrasını dəyişmək, özünün silah vasitəsindən məhv etmək üçün əlverişli nöqtəyə dartmaq.